Salam hörmətli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Birinci dəfə baxırsınızsa, baxmamısınızsa öncəki videoya da baxın. Formula Tron komandası olaraq bu günləri Monaco Grand Prix'sin şərh eləyib qısa icmalını vermək istəyirik sizə. Baş verənlərdən danışmaq istəyirik. Yəni öz üslubumuzda. Bəli. Bəli, yəni şakalar, komikliklər falan. Boş yapmalar. Boş yapmaları. Çalış bu dəfə hamısını kəsmə də, bəzilərini saxla. O qədər mırtdaşmışıq orada, hamısını kəsmisən. Çox şey kəsdim mən. Qəssabsan elə bil. Doğruyum. Neyim? Yəni unutmadan Ədalət Ağazadə, Elmin İbrahimov. Keçən dəfə şey oldu. Məsələn, biz elə yollardan getmişik ki, işıq düz üzümüzə vurur. Kamera heç nə görmür orada. Yəni biz görünmürük. Ancaq belə ağ işıq var orada, ona görə. Yeri gəlmişkən Monaco tunelinə oxşuyur elə bil. Əvvəllər kameralarda o texnologiyalar zəif idi. Bilmirəm xatırlayırsan yoxsa yox. Monacoda tunelə girəndə və çıxanda kameralar şok yaşayırdılar. Bir girəndə qaralırdı, bir də çıxanda ağappaq olurdu. Yadımdadır. Vaxt keçdikcə onlar üzrə düzəldi. Teknoloji çok değişti ya. Başlayaq sıralamalardan, buyur. Sıralamalardan başlasaq görəcəyik ki, biz testdən başlayaq. Test turlarında, free practice-lərdə Max'ın, belə deyim də, ilk 6-lığa girməyəcək, ilk 7-liyə girməyəcək maşınla nə hoqqalar verdiyini gördük. Ümumi olaraq testlərdə yəni bizim ilk birinci sessiyada ən qabağa çıxdığını gördüyümüz Ferrari idi. Elə ikinci sessiyada da belə idi. Bəli, 1-2 Leclerc, Hamilton testlərdə çox gözdən yaxşı göstərdi. Yəni Verstappen testdə əla göstərdi özünü. Yəni bu həftə ümumi olaraq sıralamalarda da bunu qeyd edəcəyik. Bu maşın bizim fikrimizcə bu traktor. Bu traktor. Bu pace açısından, yəni sürət açısından, ümumi temp açısından bu maşın həftə boyu ən yaxşı 4-cü, ən maksimum dərəcədə 4-cü komanda olmalı idi. Ancaq Verstappen şapkadan dovşan çıxartdı deyək, bizi təəccübləndirməyə davam elədi. Testlərdən bu qədər, keçək sıralamalara. Sıralama turlarında yenə də Antonelli bir dənə fraqment var idi. Deyir ki, güya danışırlar bunlar kvalifikasiyadan sonra bir-birlərinə söhbət edirlər. Biri yazıb ki, biri kommentə yazıb, yoxsa bilmədim, başlıqlar yazıb ki, kimi Verstappenə 2023-cü ildə Alonso'ya etdiyini elədi. 2023-cü ildə Alonso'ya hansı trekdə idi, bilmərəm. Deyəsən Monaco'da idi. Monaco'da ikinci olmuşdu Alonso. Alonso, kvalifikasiyada çox belə cüzi fərqlə, çox kiçik millisaniyələrlə nə doğaldı, Verstappenə kaptırdı. Verstappen adamsı sonda sən dediyin kimi magic trick elədi, nətər elədisə best lap dedi, o sektor 3 fastest lap. Fastest lapdan da əlavə o 3-cü sektor Verstappenin ən sevdiyi sektordur Monacoda. Monaco o qədər sevimsizdir ki, hissə sevirlər. Kreditlə sevirlər Monaco. Verstappen 3-cü sektorda nətər hoqqa verdisə 2023-də Alonso pole position-ı mənim yadımdadır orada. Son dəqiqədə orada 4 dəfə yəni dəyişdi polun sahibi. Birinci Leclerc oldu, sonra Ocon, sonra Alonso və ən az sonda 1:11:365-lik vaxtla Verstappen gəlmişdi. Bəli. Həmin həftə Alonsonun bəlkə də qazanma şansı var idi, ancaq Aston Martin səhv strategiyası tərəfindən bu səbəbdən o batdı orada. Nəysə, bu həmin o hayal kırıklığı momenti yenə yaşadı. Polu qaçırtdı, amma yəni front row o maşın üçün, o traktor üçün əla. Qısaca desək, yəni Antonelli və Verstappen çox yaxşı iş bacardı. Ferrari, Russell və McLaren tam mənasıyla batırdı. Williams yaxşı iş çıxartdı, yəni qualification wise desək, əlbəttə Williams'ı mən 17-18 kimi gözləyirdim, ancaq yəni çox yaxşı oldu. 11-12-ci gəldilər. Nəysə, indi deyəcəklərimiz bu qədər sıralama turlarından. 3-4-də kim gəlmişdi? Yəni Leclerc 3 Hamilton, 4 Leclerc. Bu cür. Leclerc axırda orada qəza elədi. Qəza elədi deyəndə, yəni qəza demişkən qabağımızda gözəl bir formada Pajero düz bu küçənin girişində saxlayıb. Ev ki kameramız yoxdur. Bunu da çəkib göstərərdik. Bəli, sponsor olsaydı zor olardı. Buradan salamlayırıq. İndi nə edirik götürək əlimizə. Götürək yoxsa
Onu sansürləyəcəm, səsimi də sansürləyəcəm. Bip verərsən. Bip verəcəm. Belə. Sıralama turları ilə bağlı sözlərimiz mənim bitdi, sənin? Mən əlavə eləmək istədiyim heç bir şey yoxdur. Mən çünki biraz Aston Martin fanatıyam deyə mən nə də əlavə edeyim. Bizim dərdimiz bizə yetiyor zaten deyə. 21-22. Bütün rayon bilir biz dərdimizdən keçirik. Sən dərdli deyilsən bu həftə. Bu həftə dərdli deyil ha. Çünki 10-cu gəldi Alonso. Baba. Sən şeyi oxumadın, Cadillac'dan aldılar da o xalı. Mən danışacağam da deyəndə Cadillac'ın xalını biləcəyəm. Deyəcəm sənə. Bədbəxt Perez. Keçən həftə yadımdadır demişdim ki, bəs mən çox istəyirəm Cadillac çempion olsun. Aha. Sevinmişdim ki, bəs xal aldı, sonra götürdülər. Al gülümü. Sən istiyor puan, babayı alırsın. Sana nah baklavana. Sana baklava ne? Baklava sana. Yenə elə midfield kimi qalıb. Biraz back markerlər dəyişib, arkada duranlar. İndi yəni amma Aston Martin stabil olaraq xal qazanan komandalar idi əvvəllər. Stabil olaraq stabil olmasa belə, yəni stabil olaraq podium qazanan hətta Alonso baba normal podium, dalaca podium eləyirdi. Sonra gözdəydi bədbəxt. Şehir də bıcır ha. Adanın yanından keçirik, nə olmalı? Bəli. Gənclikdəyik. Gənclikdəyik, bəli deyir. O xanadayım, üzürəm qoqa. Səhv girdin sən? Yox, mən səhv girmədim. Mən sadəcə bu tərəfdən... Prost yol uzadırsan. Yol uzadırıq çünki söhbət uzun olacaq. Monaco Grand Prix'si həmişə kimi sıxıcı olmadı. Amma yəni overall, ümumi olaraq sıxıcı yarış olur həmişə. Mən sənə deyim bir şey. Mən 23-cü turda artıq yatırdım yerimdə. Axşam vaxtı belə. Yox, günorta vaxt, indi, bu dünən. Deyirəm də, yəni axşam vaxtı daha 6-7 idi də. Hə. Sən də yuxusuzsan elə, başlayan da. Başı bir dənə yumşaq yerə qoydun, söktərdi. Neyini, finallarda yəni. Allah köməyin olsun. Tələbə. Qısaca tələbədir, dəstək durun, sponsor indi nə eləyək? Twitch açaq biz, nə eləyək? Deyəcək, heç də kötü fikir deyil, hə? Bax, bəyəndi bunu. Bir şey budur ki, bunu atmalı olacaq. At tutar, tutmayan da canı sağ olsun da, nə olacaq? Bəlkə hər şeyin, hər malın alıcısı var, qardaşım. Səhv kütlələr tutmuş ola bilər də o zarfa, sonra linçlənməyək. Kimlər? Səhv kütlələr? Səhv kütlələr. Qardaşım, ölkə olaraq bizdə yəni... Doğru kütlə yoxdur. Necə yəni doğru kütlə yoxdur? Sən öz izləyicilərə nə demək istəyirsən? Başa düşürəm. Bunu kəsmə. Kəsməyəcəm. Bizim kütləmiz nə qədərdir? Maksimum mən, yəni... 150. Vaxtilə deyəndə, yəni bu ilin yanvarında Azərbaycan ən böyük F1 kanalı idim. Həm F1, həm də maşın sayı hamısı bir yerdə. 1570 followerim var idi. Natural da təbii hamısı. Hə də, yəni özləri yığılıb gələnlər. Hə də, yəni bu bizim kütləmiz niş kütlədir. Yəni ümumi Azərbaycandan danışsaq bu nə qədər ki 1000 nəfər nədir? Heç nə. Vəsə. Yəni 10 milyonun 1%-nə 10% nə qədər eləyir? 10 milyonun 10% 1 milyon. 1 milyon. 1 milyonun 1 milyonda 1000%. 1 milyonda 1000% nə idi? 1000də biri. Şimdi belə. Yəni 0.1-in arxasında deyən görüm. 0.05 o çocuğu çok beğeniyorum ya. Çok niş zevkleri var. Əslində olan. Gecə axşam Malakanda ponluq xidmətini edəcəm. Çox uzaqlaşdıq biz mövzudan. Starta gələcəyik indi. Yarışda ilk böyük hadisələr. Ford motoru deyil. Fiziki problem deyil. Ford motoru deyildi yəni problem. Ford motoru mən də yəni düşünürəm ki, çox yaxşı motor hazırlayıblar. Motor yəni normal idi. Kvalifikasiyanı çıxardı. Çox yaxşıdır. Sadəcə dayanıqlıq problemləri var bir miktar. Reliability problemi varsa Hacarda da olsun da. Qoy girişi eləyək bir start şeyinə dadı. Olmuşdu. Reliability olmuşdu sezon ilk yarışlarında. Hacarda, hətta deyəsən Avstraliyada olmuşdu Hacarda bu hadisə. İkisi də nə dadı sezon başında arxa təkərlərin kilitlənməsi baş verirdi. O motorla bağlı bir şeydimi, softdan bağlı bir şeydimi? İşimdir. Nə bilim, necə deyim? Onu izah eləmək çox çətindir bu dəqiqə. Çox, yəni bir çox etkəndən, bir çox şeydən olmuş ola bilər. Təsir edən faktorlar çoxdur. Bəli. Və biz Max Verstappenin kvalifikasiyada ikinci olduğunu və ilk sırada başladığını qeyd etdik və bunu da bildirmək istəyirik ki, startda baş verən
sən dediyinə görə, klaça görə, yəni Mən dediyimə debriyaj görə stepniyaya yox, görə, əslində. yəni sən oxuduğun Mən məlumatı. oxudum ya, bunu səninlə paylaşdım. Yəni mən belə oxudum ki, çox bərk basıb muftaya, ayrıcıya. Bu səbəbdən motor özünü, yəni bütün yazılım sistemləri söküb və motor özünü qorumaya alıb ki, motor partlamasın. Bu cür oxudum. Yəni mən düşünmürəm ki, əslində şeyə çox basmaqdandır, muftaya çox basmaqdandır, ancaq yenə də motor özünü qorumaya alıb. Bu dəqiqdir. Sən dedin ki, güya klaça görədir. Mən dedim ki, klaç üçün 2 dənə mexanizm var. Biri release-dir, clutch release. Biri də ki, biting point-u tutan hissəyə kimi pressləyən bir şey var. Bir mexanizm var. Sən o dəstəyi nə qədər sıxsan, sırf biting point-a uyğun formada, ən milli yaxınlıqda saxlayan bir şey var. Bir mexanizmdə götürür, şey deyir, bu yapışan yeri ən yaxına saxlayır. Sən buraxan kimi yapışdı, getdi. Motor özün belə göstərməyi sadəcə ECU ilə bağlı bir şeydir, mənim fikrimcə. Niyə ki, Hacar startı danışaq ki, bəs startda Max Verstappen stallingdə, necə deyirlər, o mexanika sürə bilməyənlər var, yerindən götürəndə söndürürlər maşını. Prenses müamiləsi görürlər. Bədbəxt o günə qaldı. Şey yadıma düşdü mənim. O prenses dedin yadıma düşdü. Səhv eləmirəmsə 2023-cü ildə elə Monakodaydı. Deyəsən sıralama turlarındaydı. Məncə. Orada şey olmuşdu. Max Verstappenin maşını elə bil arxası skorsa qalıb. Getmirdi qabağa. Reverse-də qalıb, getmirdi qabağa. Şeydi demişdi ki ona, GP, Giampiero Lambiase, onun strateji demişdi race ki, engineer. Yarış mühəndisi. Demişdi ki, şeylə, ayağı muftaya bas, bir də keçirdim. Verstappen də qayıt demişdi, mənə deyirsən bunu sən. O GP ilə Max Verstappen münasibəti elə bir 30 ilin ər-arvadı kimi deyirlər, belə. Çox bomba münasibətləri var idi. Ancaq ayrılırlar da 2028-də. Lənət olsun. Əslində bəlkə də ayrılmırlar, bilmək olmaz, bəlkə 2028-də. GP-nin ailəsində də problemləri var idi, xəstə. O heç, bəlkə Verstappen 2028-də McLaren-ə gedər, GP kimi ondan bir yerdə. Bilmək olmaz. Bilmək olmaz, yəni baş verə bilər. Bəli. Ümid eləyərək ki, o vaxta qədər McLaren bu J-liyin başını buraxacaq. Gözləmirdim bu qədər direct danışasan bu arada. Bu arada otonom sürüşdə, yəni baxmayın da telefon var. Aha. Özü sürür maşın. Typing while driving, hə? Bu arada mən keçən dəfə oxudum, qəzaların 60%-i typing while driving-dən baş verir. Mən telefonla danışmaya razıyam, kimsə telefonla danışa bilər, amma typing heç razı olmadığım şeydir. Mən type eləmirəm, hal-hazırda oxuyuram və probkadayıq. Ona görə hörmətli izləyicilər, qınamayın. Bizi ən çox təəssüfləndirən Max'ın, yenə də deyirəm, DNF oldu. İlk DNF eləyən adam. Startda önə çıxanlar oldu, Norris qəşəng istifadə, amma Gasly. Norris istifadə eləmədi də. Eləyəcəkdi, Gasly, canım mənim. Fransızlardan, Prostdan sonra xoşladığım elə Gasly'dir. Bu arada Alain Prost dedin. Yəni, məncə Alain Prost ölmədi o. Baya far betterdi, yəni Senna'dan. Yox, ölmədi. O gün keçən dəfə, bu arada 2-3 həftə öncə Prostun evinə şey girmişdi. Oğru girmişdi, Prostu döyüblər. Prost hətta insult keçirdik. İnfarkt keçirdik. Mən də onu deyirəm, nəsə belə bir zədələnmə var idi. Bizdə bir sən necədir? Nəsə olub, öldü axı o. Bu şəkildə belə bir reaksiya var da, ölmədi. Sən ölmədin mi ya? Biz senin cənazənə gəldik. Sen ölmedin mi ya? Biz senin cenazene geldik. Belə məlumat üçün deyək ki, Prost evindəki bütün deməli dəyərli şeylər hamısını oğurlayıblar. Səhv eləmirəmsə kaskasını zaten da oğurlayıblar. Bu cür yəni Prostun özünü də şey eləyiblər. Biraz qalıb ki, Prostun özünü də oğurlasınlar. Deyirlər ki, Prostdan Prosta xeyir gələndir. Prost formatda sən nə ola bilər? Sən çünki şey kimi fikirləşsən, professordur, düz fikirləşsən əslində, amma həmişə dediyim kimi mən düşünürəm ki, əslində mən subyektiv yanaşıram bu işə. Mən Senna'nı, yəni çox yaxşı olaraq görmürəm. Çünki mən düşünürəm ki, Senna bir yəni F1 ürünüdür. Bunu sizə belə açıqlayım. Mənə elə gəlir ki, 2000-ci illərdə, yəni Schumacher'dan sonra F1-in geniş kütlələrə yayılmaq üçün, hətta məncə Liberty Media dönəminə düşür bu.
Liberty Media F1-i tanıtmaq üçün bu zaman, yəni onun bir qəhrəmana ehtiyacı var idi. Bunu geniş kütlələrə anlatmaq üçün. Bu səbəbdən mənə elə gəlir ki, ən son dünya çempionu, yəni ölmüş ən son dünya çempionu, trek üstündə ölmüş ən son dünya çempionu Ayrton Senna'nın hekayəsini daha da belə qabardaraq, daha da onu necə deyim, mənə görə yəni overrateddir Senna bir miqdar. Sən necə? Mən sənə bir şey deyim. Sən də oldu. Yaxşı ki, bizə də çox məşhurlaşmamışıq, heç vaxt məşhurlaşmamışıq. Yoxsa bizi linçləyərdilər. Mən bu bir dəfə demişəm. Bunu demirsən, bu obyektiv ola bilər. Yəni sənin fikrindir, razı ola bilərəm, razı olmaya da bilərəm, amma yəni statistikaya baxanda rəqəmlər ayrı. Amma bir dənə göz ardına qoyulmayacaq bir fakt var da. Səhv eləmirəmsə bu yəni şeydə şəhər əfsanəsi deyil də. Mercedes eyni 190 kuzamı yoxsa 124 kuzamı Mercedeslər hamısına bütün Formula 1 pilotlarına verilmişdi və onlar da daha adı. Onda same machinery açıq ara farqla Ayrton Senna onları parçalamışdı. Yəni bu göstərici də o vaxtçılar da pis deyil. O vaxtçılar mənim fikrimdə daha aqressivdilər. O aqressivliyi qoruyub saxlayan ən çox Max'dır, Seb idi. Bir də həmin aqressivliyi saxlayan başqa adamlar. Hətta Senna o dönəm şey idi, çaylaq idi. Rookie idi. Yəni əslində yəni mənə görə yəni hekayə anlatımı, yəni bu storytelling, bütün bu şeylər biraz qabardıldığı üçün mənə bu cür yəni xoş gəlmir əslində Senna. Biraz da o Kerim Benzema 15 məsələsi var. O məsələ də var Senna'da. Nəysə. Davam eləyək. Getirsən yoxsa? Yox, stopdur. Və Maserati Quattroporte. Düzdür. 4.7 Ferrari motoru. Yaradılmış ən gözəl, ən yaxşı V8-lərdən. Bəli, bəli. Səhv eləmirəmsə bu motor şeyin üstündə də gəlirdi. F430-un üstündəki motor. Onu bilmirəm. F430-un üstündəki motor. Yadındadır Jeremy Clarkson'da ən bəyəndiyi deyəsən 3-cü motor idi bu. Həmişə demişəm. Piastri çempionluğa layiq oğlandı. O McLaren-də özünü öldürür. Oğlandı deyə McLaren-də sürməməlidir, mən belə düşünürəm. Keçən dəfə dediyim kimi bir onda şey var, ovçu. Bu arada yenidən rumorlar ortaya çıxıb, şayələr. Deyirlər ki, bu keçən ilki kimi Max Verstappen Mercedes-ə, sonra Oscar Piastri-də Red Bull-a. Bir dənə şəkil. Bu cür bir. Oscar Piastri Red Bull-a. Bu cür düşünülür. Belə bir düşüncə var. Toto'nun gözündəki bugünkü podium. Dünənki podium. Hə, üçü də Mercedes formasında. Bu arada yəni Toto məncə gətirməzdi Verstappen-i. Verstappen elə bir... Çünki artıq Antonelli var yəni də, Antonelli ilə də yəni mütləq şəkildə onlar hər yarış qəza eləyər. Məncə yox. Sayğı çərçivəsində ola bilər, yəni ancaq mütləq bu bir yerdə, hər hansı bir yerdə, yəni bir qardaşım, bunlar fərqli komandada olsalar belə öz hörmətlərini saxlayırlar. Mən inanmıram ki, onlar bir komanda. Əslində ən birinci düşmənin sənin komanda yoldaşındır. O heç. Amma nə də adı, inanmıram ki, Kimi ilə Max bir komandaya gəldikdə onlardansa problem yaransın. Onlar axıra kimi döyüşəcəklər. İndi bunlar hələ çempionluq üçün döyüşməyiblər axı bir-birləri. Sən görmüsən də Leclerc-lə Max'ın yarışdan side to side, wheel to wheel racingləri var. Leclerc və Verstappen çox səliqəli yarışır. Mən görmüşəm ki, Verstappen səliqəli yarışdığı, düzgün, çirkefli eləmədən yarışdığı tək adam Leclerc-dir, hörmət elədiyi. Hörmət elədiyinə görə deyil məncə. Onu demirəm olsun, yəni racing line-da hörmət elədiyi. Mənə elə gəlir ki, necə deyirlər ona? Sənin bir düşüncə tərzin olmalıdır da, yarışçı düşüncəsi və ya pilot düşüncə tərzin olmalıdır. Mənə elə gəlir ki, o eyni eforu yox, eyni stili Alonso ilə də elə olsaydı, eləyərdi. Hamilton'dan misal üçün bunu deyə bilmərəm. Hamilton da güclü sürücüdür, güclü pilotdur, amma orada başqa məsələlər var idi. Yəni ara özü bəzi momentlər çoxsu şeylə bağlıdır. Necə deyirlər? Payback-lə bağlıdır. Yəni sən 51G ilə buraxırlar Silverstone-da Pavarot'un ağzına. Ölməmisən yaxşıdır. Sən Monzada onun təpəsinə çıxarsan da, istəməsən belə. Əgər yadındadırsa, ilk 4-5 yarış boyunca onların ikisinin də arası 2021-də. Yəni çox yaxşı idi, çox bir-birlərinə hörmət edirdi. O aranı sonra qızışdırdılar. Yəni mən düşünürəm ki, bu Christian Horner, Media, Helmut Marko, bir də Jos Verstappen'in burada əli var. Bunu düşünürəm.
Yəni onlar onu qızışdı. Bu onu eləmək üçün Helmut çoxdanın qoca qurdudur. Mən də söymüyüm. Christian inanmıram da belə şey eləsin. Christian onsuz da qızışdıran idarə. Özün də bilirsən də, yəni Christian bu qriddə yəni karakter sahibi bir adam idi. O gedəndən sonra hələ də F1 qridi boş hiss etdirir. Sənə necə? Razıyam. Hamısı ruhsuz insanlardır. Bu qriddə komanda liderləri arasında hal-hazırda məncə tək karakter sahibi Totodur. Yəni Totosuz hal-hazırda olmaz. Totosuz F1 buna hazır deyil. Totoşsuz olmaz diyorsun ha? Ondan başqa bir dənə şey idi, adı nədir? Christian Horner idi. Yəni özünün öz loru var ayrıca. Vasseur o səviyyəyə çatmayıb. Hələ onlarla müqayisə olunacaq dərəcədə deyil. Lor cəhətdən. Mən sənə bir şey deyim. Biz mövzuya qayıtmalıyıq ilk öncə. Mən səndən bir dənə kömək istəyəcəm ki, bəs yarışın ilk turlarında baş verən ötmələri deyək. Çünki orada safety car çıxacaq birazdan Strolla görə. Və keçən podkastda dediyimiz ki, Monacoda Stroll. O şəkli atacağam, sən onu qoyarsan videoya. Belə gəlsin. Bax, 28-ci dəqiqədə hələ ilk turu danışırıq. 28-ci dəqiqədə hələ bizim danışacağımız şeylər çoxdur. Sən kəsirsən. Sən danışaq. Çox boş danışırıq. Deməli, imbesilsən də. Maşın mənim, özüm bilərəm. Sənə nə var? Ora tullandı, başqa yer yox. Yaş ver, bağırmaya tulluyor. Deməli. Yandırım bir dənə, kic oğlum. Çəkə bilərik video vaxtı əsnasında, yoxsa? Yox, çəkmə. Yaxşı, yaxşı. Uşaqlar izləyəcək. Hansı uşaq? Kötü örnek olma. 11-ci sinif məzunları deyirsən, bizim əsas auditoriyadan bir nəfər var idi. Natura çöplü sok. Ya, o 10-cu sinifdə. Heydər, 10-cu sinif. O 10-cu sinifdir. Mən hər kəslə tanış olur. Formulu şeydə yazmışdı ya, qrupda yazmışdı. Qrupda yazmışdı. Bugün metroda diyor, tanımadığım adamla Instagram'da. Bu arada onu deyirsən, o 10-cu sinifdir. Özə qrupda elə adam var ki, 8-ci sinifdir, bilirdin bu da. Məsələn, mən deski sat deyələ, uşaq bağçasına düşmüş. Sən 29 yaşın var. 28. Yaxşı. 2 ay qaldı, tələsmə. Yaxşı. Nə vaxtdır? İzləyicilər hədiyyə göndərsin. 2911. Sonra yadınızdasa keçən sezon F1 komandalar artıq belə bir çaqqallıq deyək, buna əl atmışdılar ki, bəs öndəki, daha doğrusu arxadakı maşın daha da gecikdirir arxadakılar ki, onun qabağında olan maşın getsin bir neçə tur boyunca full, tam templə gedir və yəni 5-6 tur sonra artıq 20 saniyə çatan bir fərqlə Monaco üçün yararlı olan bir pit stop vaxtı yaranırdı. Bu dəfə McLaren bundan istifadə etmək istədi. Arkada Russellı və digərlərini yavaşladırdı 40-cı turda prosesori pitə girsin deyə. Ancaq 45-ci turda artıq bir problem yarandı və məlumat verildi ki, Norrisə problemimiz var, maşını geri gətir, çəkilirik. Və bu Norrisin DNF olmasından sonra Williams bir Albona, 9-cu sırada olan Albona radio mesaj göndərildi və deyildi ki, 10-cu sırada olan Carlos Sainz'la swap positions, yəni yerlərinizi, pozisyonlarınızı dəyişin. Albon neçədə idi? Albon 9, Sainz 10-cu. Yəni ikisi də nəyə görə Sainz'a preferans verdilər ki? Çünki bu Sainz'ın təkər dəyişmək vaxtı idi. Pitə girməmişdi buna görə. Amma Albon girmişdi yəni. Albon girmişdi. Və burada yaxşı komanda oyunu qurmaq istədilər, səhv eləmirəmsə, amma deyəsən alınmadı. Necə oldu? Alındı əslində, tutdu, ancaq tutmamasına az qalmışdı. Bəxtləri gətirdi biraz. Çünki belə bir şey oldu. Albon biraz şikayətləndi. Neynirik, baş açmıram sizdən, bu cür şikayətləndi. Axırda Lindblad gəldi, onu keçdi və mən belə də düşünürəm ki, Albon bilərəkdən eləyib bunu. Yəni Albon özü pointlarda qutardı ki. Yəni Albon özü bilərəkdən məncə Lindblada orada pozisyonunu
kaptırdı, belə deyək. Belə hərəkət yoxdur da. Hə. Vallahi belə hərəkət yoxdur. Dəxtəri gətirdi ki, Albona keçən Lindblad idi və Lindblad da Pitstop'a pitə girməmişdi. girməmişdi. Bu səbəbdən yəni böyük bir problem yaranmadı. Sainz öz pitini rahat şəkildə eləyib geri qayıtdı və Albona öz yerini qaytardı. Və Bir dəfə sonra vaxt eləyək, undercut, overcut zadı başlayaq. dəfə şeyləri ümumi olaraq F1 strategiyaları, F1 terminləri ilə bağlı ayrıca bir video çəkərik, orada danışa bilərik bunları. Stroll 60-cı turda ən son döngə var. Start finish xəttinə çatmamış. Ya son ikinci döngə. Son ikinci döngədə əslində bir döngə kimi baxmasaq. Yəni bu cür bir döngə olduğuna görə, bax bu cür bir döngə kiçik bir döngə. Bəli. Necə deyirlər, municipality-nin bələdiyyə rəisi asfalta yaxşı baxmayıb. Yamaq yavaqdır. Yamaq da dilənçisiz, nəsizsiz, başa düşmədim. Orada hairpin'dən qabaq da böyük bir şey var orada. Ya Allah tok var deyir hə? Yama var. Hələ orada şey var. Adı nədir? Böyük bir bu cür bir təpə var. 3-cü döngədən keçəndən sonra 4-cü döngəyə çatmamış. Hairpinə az qalmış. Hairpinə çatmamış orada 3-cü döngəni keçəndən sonra burada belə bir dalğalanma kimi bir yer var orada. Biz asfalt örtüyümüzü təzələyirik hər il. Bunlara xəstəlik gəlib, nə də bilmirəm. Pulları az düşüb. Asfaltı düzəlsiz, normal düzəldir. Təsəvvür eləyin ki, həmin asfalt örtüyünün pis vəziyyətdə olmasına görə fikir versəz, mənə elə gəlir ki, təkcə əyləclə bağlı problem deyildi də. Razısan bu fikirlə? Stroll özü demişdi ki, bizim motorla bağlı problemlərimiz də var idi. Təkcə bunu şeyin üstünə qoymayaq tormozlara. Hətta yəni Strollun burada qəzası ən böyük səbəbi onun lock-up yaşaması idi. Bunları bir kənara qoysan ən böyük səbəbi. Stroll deməm. Mən Strolldan sonrakı gələk. Strolldan sonrakı üzümlük həkimiz Monakonun prensi bədbəxt, bizim dillə desək bədbəxt, yazıq, yetim, həqiqi yetim deyirəm. Lord Percival. Hə. Doğrudan Percival var onun adında, sən bilmirəmsə. Charles Percival Leclerc. Charles Mark Hervé Percival Leclerc. Pervert? Percival. O şey, canımız Charles bədbəxt yenə də DNF-lə. Sırf o asfaltdakı problem məncə böyük problem idi. Yəni ona görə yarışı dayandırdılar. Red flag oldu, 35 dəqiqə yarış dayandı. Bu yəni restarta gedirdi artıq. Bir dəfə orada Stroll qəza törətdi. İndi Strollda nə baş verdi onu bilmək olmur. Strollda lock-up oldu, amma örtüydə də nəsə problem var da. Çünki o lock-up'ın ən böyük səbəbi deyil, o örtüyə görədir. Çünki ikisinə də baxsaq şeydə video kəsitdə baxsaq görəcəyik ki, ikisi də qabaq sol təkərində həmin yerdən keçdikdən sonra təkərin üstündə fərqli bir şey var, parçalanma var deyim. Parçalanıb nəsə qopub oradan. Belə qəribə bir şey idi. Saçaq olmuş. Leclerc'ə görə red flag oldu. Belə deyək. Hətta belə deyək ki, Leclerc'in bu tormoz əyləc problemləri Kanadadan bəridir, həll edilmir. Heç Kanadaya getməyək. Ferrari'də əyləc problemləri yadındadır Singapurda Hamilton. Həmişə var. Singapur idi da. O qədər qızırdı ki, bəs qaldı, bilmədi nə eləsin. Əyləc probleminə görə belə adlandıraq onu bu vəziyyəti. Hətta yəni Leclerc dedi ki, mənim 4 əyləcimdən 3-ü işləmədi orada. Hətta yəni özünüz də bilirik ki, Leclerc qəzalarda çox hər şeyə reaksiya verən adamdır. Yəni hər şeyi, yəni nə problemi varsa, nə özündən qayğılanırsa, bunu qəbul edir. Bu adam bu yəni blame-i götürmədi. Bu adam özü deyir ki, yəni 2019-da hamımız da bilirik ki, I am stupid deyib. Yəni bunu deyən adam açıq-aşkar. Çıxdıqdan sonra qışqırdı ki, bu dəfə heç bir şey üstümə götürməyəcəm, mənlik deyil. Bezdim bu lənət tormozlardan. Yəni bu cür lanet olası Jack. Bu cür bir reaksiya verdi, sərt reaksiya. Yəni haqlı idi. Sərt reaksiya verər də bədbəxt kontraktı da uzadandan sonra gələsən yarışda belə haqqı olsun. Yəni asıl yerə kontraktı uzatdı. Elə kontraktı multi-year idi. Vaxtında çox var idi. İndidən uzatdılar ki, elə bil ki, nə deyir, brondur. Leclerc'ə dəyməyib bizimdir qurtardı. Leclerc'in qara qaşına, qara gözünə vurulmayıb. Qara don saçsadı, hə? Yox, Ferrari. O heç onu deyir. Ferrari onun qara qaşına, qara gözünə vurulmayıb, yoxsa necə? Ferrari onun qara qaşına, qara gözünə vurulmayıb. Əlbəttə, orada maddi marağı var. Ucuz qiymətə belə sürücü adam taparsan sən. Maddi maraq deyəndə, yəni bu cür sürücü bir də yəni Ferrari'yə, hətta
Michael Schumacherə belə Ferrari bu qədər kontrakt verməyib. Bunu bilirdin? Michael Schumacherə təxminən Bunu 3-4 bilmirəm. illik balaca kontraktlar verirdilər. Leclerc-ə 2019-da zada 5 illik kontrakt vermişdilər 2024 üçün. Nə də oldu? Ha. Ferrari-yə sərf eləyəcək formada. Çünki güclü talantlı, böyük bir talantlı adam. Yəni sən Sebastianla eyni maşını sürəsən və Sebastianla belə başa-baş Hətta kimi Raikkoneni koltuqsuz buraxasan, oturacaqsız buraxasan, yəni bu hər igidin başı üçündür. əslində bunu deyək ki, sən bu yəni təkcə sponsorluqlara bağlama, çünki hamı sponsoru var. Bu kimdə yoxdur ki, demək olar. Yox, Bu adam güclü sponsor var. Nəysə, qayıtsaq bu şeyə, yarışa. FIA bu dəfə yəni hamıya 5 saniyəlik penalti, hamıya cərimələr paylayır. Kimlərə paylayıb? Hamiltona paylayıb, Russella verib. Russella özdə ondan əlavə bir dənə də drive-thru penalti verib. Nə qədər sevinsək ki, Russella penalti veriblər, yəni cərimə veriblər 5 saniyəlik. Amma yenə də belə deyək də çox kiçik bir məqama görə, xətti tapdaladığına görə. Pit çıxışında xətti tapdaladığına 5 saniyəni həmin o şeyə görə verdilər onlar. Adı nədir? Bəli, mən onu deyirəm. Pit yolunda sürəti aşdığına görə, sürəti aşdığı 0.2 zat bu cür bir şeydə sürəti aşmış. Həm də ki o şeydə xəttin üstündə keçdiyinə görə drive-thru penalti verildi. Məncə yox, drive-thru penalti ona şeyə görə vermişdi. He didn't serve as expected. Bilirsən, yəni o cəriməsin düzgün ilk pit stopunda 5 saniyədə çəkməli idi. Cəriməsini çəkmədi düzgün formada. Bəli, bəli. Ona görə ona drive-thru penalti əlavə olundu. Bəli. Bu arada, yəni bunlardan əlavə olaraq Leclerc-in qəzasından sonra dediyimiz kimi 35 dəqiqəlik ara verildi və restartda artıq maşınlar yenidən sıralandı, başladı və burada bütün maşınlar yaxşı çıxış elədi. Yəni irəlilədikləri zaman artıq hairpin döngəsində orada Hülkenberg çox böyük bir acgözlük elədi və içəriyə dive bomb. Yəni çox böyük bir sürətlə tormoza basmadan gec tormoz yapdı. Nəysə, yəni o orada girdi. Xal şeyində olan Sainz-i vurdu kənara, Sainz getdi divara, arxası dəydi divara. 10-cu sıradan bu zaman Sainz düşdü 14-ə, ən axırda olan 15-ci Colapinto-da həmin döngənin bir də çıxışında gəldi. Arxadan vurdu Sainz-a. Sainz getdi tərs dayandı. Və restartdan sonra elə bu Sainz-in qəzasından sonra Russell öz drive-thru penaltisini çəkmək üçün pitə gəldi. Pitdən çıxanda artıq qayıtdı 14-cü sırada. Sonra deməli, burada artıq Gasly 3-cü sıradaydı. Halbuki onda 10 saniyə cəriməsi var. Ümumi olaraq Gasly, yəni bu həftə dediyim, bir yaxda bunu dedik. 10 üzərindən 8-5, 9 performans göstərdi. Baya çox yaxşı bir performans idi. Mən onsuz da Mən elə gəl ki, biz dəstəkləyirdim. Mən başqa bir fransızı dəstəkləyirəm. Hacar, yəni bu texniki çətinliklərə baxmayaraq birinci skorası keçmir, yəni birinci. Bəli. First gear işləmir. İşləməyəsən, sürəsən. Monaco kimi low speed cornerlarda manevr eləyərsən. Həm podiumu çıxardarsan. Həm Norrisi, həm Russellı geridə qoydu. Russell elə bir nöqtə var idi ki, 0.3 saniyə Russell onun arxasındaydı. Hətta yəni nə qədər atak eləyirdi, onu keçə bilmirdi. Yəni Hacarın bu gün çıxartdığı iş çox yəni üstün bir iş. Hacarın, Gasly'nin, Antonellinin, başqa Lawson'un çıxartdığı işlər çox yaxşı işlər idi. Hətta Lawson, Lindblad ikisi 5-6-cı gəldi. 5-6-cı gəldi. Yəni bu cür orta sıra komandası üçün, yəni bu cür bir nəticə double point finish. Yəni double point finishdən daha da uzağı gör neçənci bitiriblər? 5-6. Toplam neçə xal? 18 xal. Onsuz da yəni 18 xal eləyir bomba kimi. Amma onu bax da yəni Mercedes 1, 2 Ferrari, 3 Red Bull, 4 Piastri. Yəni Piastri 5 Lawson, Lindblad 6. Yəni Red Bull qrupunun tərkibində olan komandalar deyək də, komandalar hamısı ilk 6-dadır. İlk 6-dadır. Yəni bu çətin vəziyyətdə yeni regulasiyalarla əslində hamısı ilk 22-dədir. Hamısı əslində ilk 22-dədir çünki Verstappen heç bir tur bitirmədi.
Yəni yenə də dominant deyil olmasalar belə döyüşürlər. Yəni Onu demək Ford istəyirəm. motoru çox yaxşıdır yəni bu. Yəni Sergio Perez də 10-cu bitirmişdi. Halbuki orada belə bir məsələ oldu ki, öz o start mövqeyində restart zamanı düzgün dayanmamışdı. O qutunun içində səhv eləmirəmsə təkərin biri o sarı xəttin üzərində idi. Bildiyimiz kimi bu xəttin üzərində çıxmaq olmaz. Və bu səbəbdən Cadillac'ın aldığı ilk xal silindi və 11-ci sırada olan Fernando Alonso yüksəldi 10-cu sıraya. Bir İspan gedər, bir İspan, digər İspan gəlir. Bir Latın deyə. Latın olsun da. O buranın yerlisinə oxşamır da, yəni Meksikanın yerlisinə oxşamır da Perez. İspaniyadan gələnlərdən qarışığı var elə bir. Benim adım Richard Thomas. Oxford'da oxuyuram. Yalnızca yaz tatili aləti keçir. Ok. Ne ok ulan? Galiba hayvan isimlerine hitap ediliyor. Dana burnu. Adım Richard Thomas, Oxford'da okuyorum. Sadece yaz tatillerimi kabilemle geçiriyorum. Bizim diksiyon və görünüm uyğunluğu. Bir də yəni Mən deyim. Yaxşı, buyur. Mən deyim. Yəni bu elə Kara qavat. Kara qavat. Qavat. İnternasional qavatlıqda bir numara. Yəni Nədən Kim Kardashian'ın da olmarsan da Lewis Hamilton bəzilərinin üzümlü keki, bəzilərinin sevimlisi. Bəzən kara qavatı. Podiumda nə bilim, şampan partlatmayacaq falan. Bunları nə tərəf qoyacaqsan bilmirəm, amma bax da özün bilərsən. Özün istədin, bax kəndin istədin. Mən oturmuşdum sakit. Sən bu dedikodu tərəfə mən danışmayı xoşlamıram. Allah eləməsin. Bu arada yəni mən düşünürəm ki, Enzo Ferrari olsaydı, Hamiltonun sözləşməsini Suzuka-da yəni kəsmişdi. Artıq onu qovmuşdu komandadan. Nəyə görə bilirsiniz? Çünki F40-ın üstünə Kim Kardashian'ı ayaqqabı ilə çıxartmışdı. Ayaqqabı ilə tavanın üstündə idi. Arkadakı motor bilirsiniz, Ferrari F40-da motor arxadadır 2.9 və görünür orada. Və yəni orada ayaqqabı ilə çıxıb üstünə. Yəni bu maşineriya, bu bir sayğısızlıq deyil. Maşineriya, Bu tarixə bir hörmətsizlikdir. Bu bir canlıya, bütün İtaliya xalqına və bir kültürə bir sayğısızlıq. Anyways, sizlə sağollaşmaq istəyirik. Bugünkü podkast maraqsız ola bilər, amma bizdə də biraz durumlar var, yəni vəziyyət o deyil. Biraz Grand Prix də o deyil. Biraz maliyyə sıxıntıları yaşayırıq, sponsor olsaydı. Bəli, bir dənə həcdən zaddan olsaydı, saxlasaydı bizi zor olardı. Bunu kəs, bunu qoyma. Bunu qoyacaq maliyyə sıxıntılarımız var. Gərək mikrofonu gizlədəydik. Nə ki, mikrofon? Mikrofon, onu da şey eləmişik, bro. Yəni mikrofon da bizimdir. Bizim deyil, biz onu xahiş minnət başıma dönüm, gözü yiyeyim, mənə bir dənə mikrofon ver. Next, Barcelona. Ya. Barcelona'da hava istidir. Oyda. Nələr gözləyirsən? Proqnozların nədir? Bir dənə orada science master class gözləyirəm mən. Mən Alonso'dan həmişə gözləyirəm. Alonso heç, ancaq bu dəfə yəni mən deyim ki, McLaren bu dəfə yaxşı olacaq. Bu dəfə acımayacaq. Məncə yox. McLaren mən Red Bull'dan qorxuram. Mən Red Bull'dan qorxuram, yenə reliability işi ola bilər, çox istidir. Yəni o qorxmaq o heç, mən McLaren düşünürəm ki, yəni şey eləyəcək, yaxşı olacaq. Təki, proqnozlar budur. Hələlik sağ olun. Növbəti çəkilişlərdə görüşənədək